İmam Əhməd deyir ki, adam öldürməkdən sonra zinadan daha əzəmətli, daha böyük günah bilmirəm. İbn-i Qeym Rahiməhullah deyir ki, zinanın fəsadı, zinanın pisliyi bütün aləmin xeyirlərinə tam ziddir. Əgər bir qadın zina edərsə, öz əhlinə, öz qohum əqrəbasına, öz nəslinə bir ayıb bir iş daxil etmiş olar. Öz həyat yoldaşı qohumlarına və qohumlarının öz nəslinin başını aşağı edər. Əgər zinadan hamilə olarsa, əgər hamilə olduğu vaxt bətnindəkini öldürərsə və yaxud da övladı öldürərsə, onda iki günahı cəm edər. Zinanı və bir də adam öldürməyi. Yox, əgər o uşağı dünyaya gətirərsə, ailəsinə, öz nəslinə onlardan olmayan əcnəbi birisini gətirmiş olar. Miras düşmədiyi halda o insanı qohumlarına varis edər. Və onlar özlərinə onu yaxın hesab edərlər. Onlara nisbət olunur, halbuki onlardan deyildir. Və zinanın fəsadları bundan daha çoxdur. Amma ki, kişinin zina eləməsi, kişi zina edirsə, həmçinin yenə də nəsil qarışır. Və kiminlə edirsə, o qadını körlüyür. O qadını tələfə, fəsada məruz qoyur. Və bu, yəni zina özü, bu böyük günah din və dünyanı xarab edir. Dini və dünyanı xarab edən günahlardandır. Və zinanın xüsusiyyətlərindən zina yoxsulluğu vacib edir. İnsanın ömrünü azaldır. Zina edən insanın üzünə qaraltı verir. İnsanlar arasında nifrət yaradır. Və həmçinin zina insanın qəlbini parçalayır. Əgər qəlb ölməyibsə, qəlbi xəstələndirir. Və insana qəm, hüzün, qorxu cəlb edir. Və zina insanı məlik olan, xaliq olan Allah Teala'dan uzaqlaşdırır, şeytana yaxınlaşdırır. Adam öldürməkdən sonra fəsadı ən böyük olan günahlardan zinadır. Və ona görə də zinakar insan əgər evlidirsə, ən pis formada, ən çətin formada öldürülmək hökmü gəlmişdir. Daşlarla öldürülür ki, o zina edərkən bütün bədəni daddığı üçün o ləzzəti daşlarla bütün bədəni əzabı datsın. Və əgər bir insana, yəni bir kişiyə xəbər çatsa ki, onun qadını, onun yoldaşı ölüb, bu onun üçün daha yüngüldür, daha asandır zina edib deyə xəbər çatmasından.